olan hamısının içində 15% natrium olana qədər heç bir tədbir lazım deyil. Hə, indi natrium deyək ki 15%-dən çoxdur. Yəni ISP analizdə ISP deyilən bir dəyər var da, həmin o dəyər o deməkdir ki, o gilin tutduğu katyonların 15%-dən yuxarısı natriumun payına düşəndə artıq natrium üçün tədbir görülməlidir. Hə, bu 25%-ə qədər olanda müəyyən miqdar cips verməklə natriumu həmin bu gilin içindən çıxardırıq. Yerini kalsiyum əldə olur. İndi məsələ nədir? Bu kalsiyumu daxil oldu gilin içinə. Natrium gilin içindən xaric oldu çölə. Hara getdi? Ağacın dibində qaldı. Hansı formada qaldı? Mənimsənilə bilən, suda həll oluna bilən formada qaldı. Yəni bayaqları gilin içində idi. Tutulmuşdu gil tərəfindən. Ağac mənimsəmirdi onu. Amma indi artıq gildən ayrıldı. Deməli, mən sosial şəbəkələrdə paylaşılan, demək olar ki, xüsusilə aqronom mövzusunda olan nə video, nə paylaşım varsa hamısına baxıram və izləyirəm. Və baxıram ki, bir çox paylaşımçılar, misal üçün, natrium haqqında onlarla video paylaşıb. Və natriumun çoxluğu və azlığı kimi dəyərləndirmə aparıb. Başqa içinə. Yəni, analizdəki rəqəm sadəcə çoxdur, azdır və əssalam. Bundan artıq hər hansı bir hesablama düsturları çəkilişdə istifadə olunmayıb. Yəni, onlarla çəkilişdə istifadə olunmayıb. Axırıncı videoda natriumun dəxlisi olan bir mövzulardan sadəcə birinə toxunmuşam. Yəni, ISP-yə. Və artıq natrium üçün yeni bir səhifə açılıb paylaşımlarda. Artıq analiz kağızlarında natriumun normasının hətta 600-700 olmasının belə bəzən problem olmadığı aydınlaşıb. Çünki ümumi təkərli şkalada digər duzlara görə natriumun miqdarı önəmlidir. ISP əslində bu deməkdir. Yəni. Bu yenilik demək olar ki, artıq bəziləri üçün natrium məsələsinin tam çözülməsi kimi təxminən dəyərləndirilib. Yəni, natriumu çözdük. Yəni, analiz kağızında xatırlayırsınızsa, natriumun norması, yəni norma qrafasında 80-120 yazılır. Bu olayın çözüldüyünə özüm də sevinirəm. Artıq aydın oldu ki, norma qrafası o qədər də önəmli deyil. Çünki bəzən 60 natriumun özü belə zərərli hədd ola bilər ISP-yə görə. Bəzən isə 600-700 zərərli hədd olmaya bilər. Yəni, bu məsələni çözülmüş qəbul edirəm. Mən də qəbul elədim. Amma məsələ ondadır ki, bütün bunların olması və bütün bu danışıqlarımız üçün torpaqda hansı həddə gil olmalıdır? Çünki torpaq kalloidləri deyirik. Yəni, paylaşımda torpaq kalloidlərindən söhbət. Yəni, bütün bu olaylar torpaq kalloidlərinin başında fırlanır. Torpaq kalloidləri nədir? O deyəndə nə nəzərdə tutulur? 99.9% torpağın kalloidi deyəndə torpağın gili, yəni Montmorillon, kaolin, illit və s. Və torpaqda olan organik kalloidlər, yəni humik asid, fulvik asid, humillər və s. Torpaq strukturunda gil 5%. Lil deyək ki 25%. Qum 70%dirsə natriumun necə yanaşmalıyıq? Yəni natriumun hesablamaları necə yanaşmalıyıq? Hesablama necə aparılmalıdır? Gil 45%-dən yuxarıdırsa necə yanaşmalıyıq? Uzun sözün qısası, natriumun hesablanmasında organik maddənin miqdarı və torpaq strukturundakı gilin miqdarı diqqətə alınaraq hesablama düsturları var. İnşallah bu mövzulara da növbəti paylaşımlarda işıqlandırarlar. Yəni, mənim elə bir şəraitim yoxdur. Yəni, bu çəkiliş bir ipucudur. Çünki bir ipucu verən kimi 2 saatın içində naxadi internetdən məlumatlar toplayıb paylaşmaq rahat gəlir. Hər halda internet və ChatGPT ilə biraz da zəhmət çəksiniz, bunları da paylaşmaq mümkündür. Hər kəsə də tövsiyəmdir ki, bunu da internetdən falandan öyrənsinlər. Çünki torpaq strukturu natriumun hesablanmasında öyrənir. Və ümumilikdə natriumun hesablamasında 16 düsturdan istifadə olunur. Torpaq strukturu və organik maddə əsas alınaraq tam olaraq 10 düsturdan istifadə olunur. Və sadəcə katyonların miqdarını nəzərə alaraq isə 6 düsturdan istifadə olunur. Yəni, vəziyyətlər müxtəlifləşdikcə hesablamalar da müxtəlifdir. Gilin miqdarı 0-8 arasında olanda, 0-8% arasında olanda hesablama tamamilə fərqlidir və tamamilə fərqli düsturlardan istifadə olunur. 8 ilə 25-in arasında olanda tamamilə hesablar dəyişir. 25 ilə 45-in arası tamamilə fərqlidir. 45 ilə 55-in arası da həmçinin.
Yəni 55-dən yuxarı torpaqlarda artıq işlər görülməlidir, müəyyən meliorativ işlər görülməlidir. Yəni mənim lövhə və şəraitim optimal olmadığı üçün sadəcə ipucu verirəm ki, lövhəsi və şəraiti olanlar bu mövzulara da toxunsunlar. İnternetdə kifayət qədər məlumatlar var. Daha sonra bax bu analizə baxaq. Bir də analiz paylaşıram sizlə. İndi paylaşımın üstündə görəcək. Gördüyünüz bu bağda çox yaxşı bir məhsuldarlıq olub. Yəni 4 ildir bu bağ artıq damlama ilə təchiz olunub və bu bağdan heç nə dərilməyib. Alınan vaxtı üstündə bol məhsul olub deyə bu bağı alıblar. İndi 3000 mg kiloqram natrium var torpaqda. Hal-hazırda. Məhsul verməməsi normaldır əslində, yəni bu natriumun altında. Amma sizcə bu torpaqda 4 il öncə məhsul verdiyi illərdə də natriumun miqdarı bu səviyyədə ola bilərmi? Olmayıbsa, sizcə nə etməliyik? Damlamaya keçməyəkmi? Yoxsa bu torpağın hansı miqdarda gips verək? Yəni bu gipsi necə hesablayaq verək? Zəhmət olmasa bu hesablamaları da bilənlər bizim üçün də işıqlandırsınlar. Yəni işıqlandırsalar minnətdar olaram. Nəysə, əzizlərim, torpaq bir elmdir. Buna sıfırdan və ciddi zəhmətlə yiyələnmək olur. Daha qulağın alan hər hansı bir kəlməni internetdə tezbazar araşdırıb bir şeylər paylaşmaqla olmur bu işlər. Zaten olsaydı çoxdan paylaşardım. Hesablama hər torpaq analizi üçün o qədər mürəkkəb və fərqlidir ki, 50 dəfə cəhd etmişəm, paylaşam, alınmayıb. Tək taxıl üçün bütün mövzuları və torpaq tiplərini ümumiləşdirib hazırlamaq, yəni mənim üçün konkret 3-4 ilimi aldı. 3-4 ilimi konkret aldı və həmin bazanı Excel'də yığmaq üçün 3 ay Excel'i mükəmməl bilən qardaşdan kömək istədim və zar-zor yığdıq. Hələ də proqramdan istifadə etdikdə çətinlik çəkirəm. Müharibədən qabaq bir hətta elan eləmişdim, mobil aplikasiya yaratmaq istəyirəm. Bir proqramistlə də işlədim. Daha doğrusu iki, bir Hindistanlı, bir Azərbaycanlı. Əməlli başlardan proqramist olmağına nifrət elədi. Sonra da müharibə zat məsələ qaldı. Nəysə bu yerli proqramistlərlə ödəniş də eləmişdim, batdı qaldı. Yəni məsələ odur ki, elə qulağını alan kimi, bir termin qulağıma çatan kimi naxadı internetdən araşdırıb paylaşmaqla olmur bu işlər. Yəni sözüm odur ki, bax bir dənə də torpaq analizi paylaşıram. Bax bu torpaq analizində gilin faizi 2.5-dir. Yəni bu torpaqda bağ salmaq olarmı? Bağ salmaq olarsa, problemli, ümumiyyətlə mineralların hesablamaları hansı bir şəkildə aparılmalıdır? Yəni ümumiyyətlə agronomik mövzularla melioratik mövzuları ayıra bilirikmi?